Salam müəllimlər, bugünkü mövzumuz ağac üzərində bədii yandırma texnologiyası mövzusudur. İlk növbədə fikir verək ki, bədii yandırma nədir? Ağac məmulatlarının bəzədilməsi üçün nəzərdə tutulan dekorativ bir sənət növüdür bədii yandırma və yandırma üsulu ilə suvenirdir, mebeldir, kiçik oduncaq məmulatları üzərində naxış salınır. Yandırma üsulu ilə bəzədilmiş məmulatlar şəkillərə diqqət yetiririk ki, bu şəkilləri görsək bilməliyik ki, bu yandırma üsulu ilə bəzədilmiş məmulatların şəklidir. Ağac üzərində bədii yandırma hansı alətlər vasitəsilə yerinə yetirilir? Bədii yandırma elektrik ucluğu olan qələm vasitəsilə yerinə yetirilir. Evdə, texnologiya dərsində yandırma ilə xüsusi cihaz, yəni elektrik yandırıcısının köməyi ilə aparılır. Deməli, bədii yandırma elektrik ucluğu olan bir qələm vasitəsilə yerinə yetirilir. Və bu da elektrik yandırıcısının şəklidir, müəllimlər. Dəyişdirilən közərmə ucluqların şəklidir. Elektrik yandırıcısı gövdədən, birləşdirici naqillərdən, plastik tutacağa bərkidilmiş közərən ucluqdan ibarətdir və ucluğun temperaturunun tənzimlənməsi üçün elektrik qızısına tənzimləmə qulpu ilə idarə olunur. Bir daha sayıram, elektrik yandırıcısı gövdədən, birləşdirici naqildən, plastik tutacağa bərkidilən közərən ucluqdan, həmçinin elektrik qızdırıcısının tənzimlə qulpundan ibarətdir. İstehsalatda, bədii sənət imalatxanasında yandırma ilə naxış salma, məişət, sənaye cihazları ilə, eləcə də elektrik yandırıcısına taxılan müxtəlif ucluqlarla aparılır. Yandırıcının ucluğu elektrik cəryanı keçdikdə közərən xüsusi ərintidən hazırlanır. Elektrik yandırıcısı ən müxtəlif naxış və təsvirlərin salınması üçün nəzərdə tutulub və ucluqlar dəstəsi ilə təchiz edilib. İstənilən hamar quru oduncaq səth üzərində yandırmanı yerinə yetirmək mümkündür. Hamar quru oduncaq. Lakin ilkin öyrənmə mərhələsində toz ağacı, ağcaqovaq, qızıl ağac, cökə şabalıd oduncağında və oduncaq materialından istifadə etmək olur. Hansı? Toz ağacı, ağcaqovaq, qızıl ağac, cökə şabalıd oduncağından. Və bu növ oduncaqlar açıq rəngə, bir cinsli quruluşa malik olduğu üçün yandırılan yerlər tez və bərabər kömürləşir, təsvir aydın və ifadəli olacaq müəllimlər. Və təsviri yandırmazdan əvvəl məmulatın səthdə əsaslı surətdə sumbata kağızı ilə cilalanmalıdır və cilalanmış səthdə yandırılacaq təsvir köçürülür. Ən çox yayılmış üsul təsvirin sürət çıxarma kağızı vasitəsilə köçürülməsidir. Nə ilə cilalanır sumbata kağızı, nə ilə köçürülür sürət çıxarma kağızı vasitəsilə. Və təsviri köçürmək üçün bütün xətlərin üzərində karandaş və deyircəkli qələmlə cızılır. Bədii yandırma üçün əsas qaydalar bəs hansılardır müəllimlər? İlk növbədə yandırma üçün birinci növbədə pəstah hazırlamaq lazımdır. Pəstahı hazırladıqdan sonra təsviri çəkirik və onu sürət çıxarma kağızı vasitəsilə köçürürük. Köçürdükdən sonra karandaşı tutduğunuz sulucunu unutacağı götürüb elektrik yandırıcı şəbəkəyə qoşuruq. Bir daha sayıram. Birinci pəstah hazırlanır, sonra təsvir çəkilir, sürət çıxarma kağız vasitəsilə köçürülür, sonra elektrik yandırıcı şəbəkəyə qoşulur. Şəbəkəyə qoşulandan sonra pəstahın hazırlandığı oduncağın tullantıları üzərində ucluğunun qızmasını tənzimləyən yoxlamaq üçün bir neçə ştrix çəkilir. Düz oturub ucluğun üzərinə çox əyilməyin, otağın havasını tez-tez dəyişdirib, tutacağı bərk basmayın, közərmiş ucunu bir nöqtədə çox saxlamayın. Yandırıb kömür etməkdənsə az yandırmaq daha faydalıdır. Məmulatın səthi üzərində yandırılmış təsviri olduğu kimi saxlamaq üçün isə karandaşdır, flomasterdir, sulu boya ilə rəngləmək və laklamaq olar. Elektrik yanıcısı ilə təhlükəsizlik iş qaydalarına da diqqət yetirmək lazımdır. İlk növbədə cihazı şəbəkə ancaq müəllim icazəsi ilə qoşmaq lazımdır və qoşmazdan öncə iş yerindən kənar əşyaları yığışdırmaq lazımdır. Əlləri və paltarlarınızı közərmiş ucluqlarla təmasdan qoruyun, cihazı elektrik şəbəkəsinə qoşulu vəziyyətdə saxlamayın, işi qurtardıqdan sonra cihazı söndürüb elektrik çəngəlini şəbəkədən ayırıb cihazı soymasını gözləmək lazımdır və işlədiyiniz otağın da havasını tez-tez dəyişmək lazımdır. Dərsimizin izahı bu qədər müəllimlər.